Ən son məlumatı diqqətinizə çatdırıram. Ağcabədidə dəhşətli hadisə baş verib. Aşağı Avşar kəndində 6 yaşlı Sübhan bıçaqlanıb. İlkin məlumatlara əsasən Ağcabədi rayon Aşağı Avşar kəndində ağır və sarsıdıcı hadisə baş verib. Belə ki, 6 yaşlı Sübhan bıçaqlanıb. Məlumata görə az yaşlıya 19-a yaxın bıçaq zərbəsi endirildiyi bildirilir. Ağır xəsarətlər alan uşaq dərhal Ağcabədi rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər tərəfindən ona təcili tibbi yardım göstərilib. Hazırda vəziyyətinin ağır olduğu qeyd olunur. Hadisəni törətməkdə şübhəli bilinən şəxsin hələ ki kimliyi bilinmir. Fakt üzrə hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. Hadisənin baş vermə səbəbləri və şəraiti istintaq çərçivəsində araşdırılır. Məsələ ilə bağlı aidiyyatı qurumların rəsmi açıqlaması gözlənilir. Dəqiqləşdirilmiş məlumatlar əldə olunduqda ictimaiyyətə təqdim ediləcək. Hadisə haqqında məlumat öyrənmək üçün izləmədə qalın.